الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه العاطون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمام ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخيره. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Allah Tebareke ve Teala'ya sonsuz həmd və sənalar olsun. Yenə qismət buyurdu Həzrəti Bəqiyyətullahil Əzəm İmam Mehdi sahibə zaman Əcəlallah Teala Fərəcəhu Şərifin adına nəsib olmuş, adına qurulmuş məclisdə iştirak edirik. Bu yolda attığımız hər bir addımlar İmam Zaman ağanın diqqətindədir və günlərin ən çətinində, siratı da ağır addımların atıldığı yerdə inşallah əvəzini qaytaracaq. Allah ömrümüzü, günümüzü, həyatımızı ondan uzaq salmasın inşallah Teala. Möhtərəm əzizlər, bugünkü söhbətimiz İmam Zaman ağanın necə gözlərdən gizli qaldı mövzusudur və çox maraqlı eşitməli mətləblərə inşallah işarə edəcəm və nümunələrlə mətləbi bugün inşallah bitirəcəyik. Çox ki, mən bu dərsdən sonra bir dənə də Qeybət-i Suğraya aid mətləblərə toxunub Qeybət-i Suğranı tamamlayacağıq. Demək, İmam Zaman ağanın qeybə çəkilməsi iki mənada anlaşılır. Ağanın qeybə çəkilməsi, gözlərdən pünhan olması iki mənada başa düşülür. Bir, o insanların arasında yaşayır, lakin insanlar üçün əl çatmazdır. Bir kimsə ilə görüşü yoxdur, nümayəndə kimi. İki, gözlərdən uzaq olmaq, yəni xalqın arasındadır, lakin gözlər onu görmür. Necə ki, cinlər, mələklər insanların arasındadılar, amma gözlər onları nədir? Görmür. Kimsə cini də görmür, mələyi də görmür. Hər iki mənanı götürsək, o insanların arasında qeybdədir. İmam Zaman ağa ilə görüşmüş şəxslər onu gördükdə digərləri onu görə bilməyiblər. Biz möcüzə də ona deyilir ki, mümkün olmasına baxmayaraq, adi insanlar onu yerinə yetirməyə acizdirlər. Həmçinin möcüzə ona deyilir, təbiəti məhdud edir, yəni təbiətin şərtlərini hamısını aşır. Fikriniz məndədir, möhtərəmlər? Yəni, o fövqəladə işlərin qarşısında təbiət aciz qalır. Yəni, o işlərin qarşısında təbiət aciz qalır. Misal çəkəcəyəm. Məsələn, elə bir bəşər və ya elə bir texnologiya, qurğu yoxdur ki, küləyi idarə eləsin. Yəni, təbiətin fövqünə qalxaraq küləyi idarə eləsin. İstədiyi vaxtda əssin, istədiyi vaxtda əsməsin. Yəni, bunu idarə elə bilmir. Amma biz Həzrəti Süleyman əleyhissalatu vəssalamın bu təbiət hadisəsinin fövqünə çıxdığını və küləyi idarə elədiyini nə edirik? Müşahidə edirik, görürük. Məsələn, Xudavənd Mütəal buyurur ki, biz Süleymana küləyi ram elədik. Ənbiya surəsi ayə 81. İmam Zaman ağa, diqqət edirsiniz, ilahi qüdrətlə elə bir iş görə bilər ki, insanlar onu görməsin. Bu növ işlər Allah övliyası üçün çətin bir iş deyil. Yəni, təbiətin fövqündə bir hərəkət. Eləyə bilər, elə bir iş görsün ki, insanlar onu eləməsin, görə bilməsin. İmam əleyhissalam elə bir şəxsdir ki, varlıq aləminin idarəçiliyində təsirə sahib olan bir müqəddəsdir. Varlıq aləminin idarəçiliyində təsirə sahibdir. Hətta möminlər üçün müəyyən müddətlik bu gücə sahib olma imkanı var. Məsələn, Hacı Xəlil də eləyə bilər bir neçə dəqiqəlik gözə görsənməsin, kiminsə gözünə görsənməsin. Məsələn, Yasin surəsinin 9-cu ayəsini oxuyursan, deyirsən və cəəlna min bəyni əydihim səddən və min xəlfihim səddən fəxşəynə fəhəm la yübsürüm. Düzdür? İndi sidqinə oxusun. Müəyyən bir neçə dəqiqəlik, 3 dəqiqəlik, 2 dəqiqəlik, 1 dəqiqəlik, indi baxır da limiti hər kəsdə bir cürdür. Eləyə bilər, oxusun, nə olmasın, gözə görsənməsin. Yəni, bu insan, Allah Təbarəki və Teala bunu insan üçün, yəni möminlər üçün qoyub da bunu. Eləyə bilərsən, sən də eləyə bilərsən, mən də eləyə bilərəm.
Mən də eləmişəm neçə dəfələrlə dolub, Allaha şükürlər olsun. Demək, bir insan, bir mömin bunu müvəqqəti də olsa icra edə bilirsə, yerinə yetirə bilirsə, demək, İmam Əleyhisselatü Vesselam daha çox yerinə yetirə bilər. Bu mövzuda Qurandan kifayət edici həddə dəlillər var, əziz möhtərəmlər. Hətta qeyri-möminlər üçün də gerçəkləşib. Qurandan da var, ha? Qurandan da, qeyri-möminlər üçün. Ki, qeyri-möminlər də eləyə bilirlər müəyyən bir müddət gözə görsənməyiblər və yaxud onlar kimisə görüblər ki, qeyri-mömin, başqaları görməyib. Misal deyəcəyəm. Və ya deyə bilərik, kimsə sehirlə özün görünməz edə bilirsə, niyə Allahın höccəti bunu ilahi qüdrətlə eləyə bilməsin? Niyə Allahın höccəti bunu bacarmasın? Biz ümumi şəkildə bir neçə ayəyə nəzər salaq. Özünüz onsuz axtarıb tapmırsınız, mən axtarıb tapmışam, amma bayırda dayanırlar, eşitmirlər bunları. İsra ayə 45. Bu ayə o vaxt nazil olub ki, Peyğəmbərə müşriklər icazə vermirdi Məscid-ül Həramda Quran oxumağa. İcazə vermirdilər. Girməyəcəksən Məscid-ül Hərama. Buraxmırdılar Peyğəmbəri Məscid-ül Hərama. İslamın lap əvvəllərindədir. Qoymurlar Peyğəmbər girsin Məscid-ül Hərama. Bu ayə nazil olub. Sən Quran oxuduğun zaman səninlə axirətə iman gətirməyənlər arasında görünməz bir pərdə çəkərik. Sən rahatlıqla gələcəksən də, girəcəksən də, Quranı da oxuyacaqsan, gedəcəksən, bu sənə icazə verməyənlər səni görməyəcəklər. İbn Abbas deyir, Qureyş böyükləri yığışıb qərarı aldılar. Əgər Peyğəmbər hərəmə daxil olsa, hamımız onun ziddinə dayanacaq. Eşidin. Lakin Peyğəmbər gəlir, daxil olur, Allah Peyğəmbərin önündə və arxasında bir sədd qərar verdi və onlar onu görmədilər. İbn Abbas deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qıldı və evə qaydanda onların üzərinə bir ovuc torpaq atdı. Onlar hər nə qədər baxırdılarsa, toz torpaqdan başqa bir şey görmürdülər. Və deyirdilər, bu İbn Əbi Kəbşənin, yəni Peyğəmbərin sehirlərindəndir. Məcmuəl Bəyan, cild 8, səhifə 416. Önlərindən və arxalarından səddi çəkir və onlar Peyğəmbəri görə bilmirlər. Görürsünüz, xalqın içindədir, yanından keçir, amma görmür. İndi ya İmam Zaman ağa bu formada xalqın arasında qeybdədir, əslən görsənmir, ya da yox, görsənən formadadır. Amma sən tanımırsan o İmam Zaman Əcəlallah Teala fələcəhu şərifdir. Demək istədiyimiz budur ki, imamımız da bu şəkildə müqəddəs vücudu ilə xalqın arasındadır, lakin Allah Teala onunla xalq arasında səddi çəkib, pərdə çəkib, lakin insanlar onu görə bilmirlər. Təbəri Cami-ül Bəyan cild 22 səhifə 99-da yazır. Əbu Cəhil dedi, Muhammed sallallahu aleyhi və səlləmi görsəm, ona təhqir edici sözlər deyəcəm. Bu zaman bu ayə nazil oldu. Qulaq asın, qulaq asın, qulaq asın. Və cəalnə min beynə əydihim səddən və min xəlfihim səddən fəəxşəynəhum fəhum la yubsirun. Biz onların qarşısından, önündən, arxasından pərdələr çəkərik, səddi çəkərik və onlar onu görməzlər. Hansı ki, Əbu Cəhil qərar almışdı ki, Peyğəmbəri təhqir eləsin gələndə. Peyğəmbər gəldiyi zaman biri deyirdi, İbn Abbasın nəqlidir, təbərq edilir. Deyir, Peyğəmbər gəldi. Gələndə biri deyirdi ki, Peyğəmbər gəldi. O birisi deyirdi, hanı, hardadır, onu görmürəm və s. Babu cürünə. Görmürlər Peyğəmbər sallallahu aleyhi və səlləmi. Mərhum Təbərsi cild 6 səhifə 418-də yazır. Hər vaxt Peyğəmbər və izan qara'təl Qur'an cəalna beynəkə və beynəlləzinə la yu'minunə bil axirə hicabən məstura. Hər zaman ki, deyirsən Quran oxuyanda sənlə axirətə iman gətirməyənlər arasına bir pərdə çəkərik, hicab çəkərik. Ayəsini oxuyurdu Əbu Cəhil, Ummu Cəmil, Nəzr ibn Hərs və Əbu Süfyan onu görmürdülər. Haçan deyir Peyğəmbər bu ayəni oxuyurdu, bu adamlar Peyğəmbəri görmürdülər. Bir salavatdır Peyğəmbərə. Allah səllə əla Muhammed və Muhammed. Bu ayədə diqqəti çəkən xüsus budur ki, Allah Teala gizli pərdə çəkdi onların qarşısına. Mümkündür ki, bir insan pərdənin arxasında gizlənsin. Düzdür? Amma insan görsənməsə də, pərdə görsənər də. Lakin, Allah təbarək və teala elə bir iş görür ki, o pərdə də görsənmir və
Həzrət pərdənin arxasında qalır, insanlar onu görə bilmirlər, müşahidə edə bilmirlər. Başqa bir dənə ayəyə diqqət eləyək. Bəni İsraildə Samiri, buzov məsələsi, buzovu düzəldən. İnsanları azdıraraq həmin o buzovu düzəldir. Təbii ki, orada qeyri-adi şeylər baş verirdi də. Elə belə indi bir adam duracaq, buzov düzəldəcək, kim ki ona iman gətirər? Qeyri-adi şeylər baş verirdi. Buzov tərpənirdi, səs çıxırdı, oynayırdı bir şey. Demək, Taha surəsi 95 və 96-cı ayələrə. Təsəvvür edir Kərbəlayı. Musa Peyğəmbər, bu Bəni İsrail üçün neynəməyib? Qa deyib qa, qu deyib qu, su yemək, hər şey. Deyir, qalın gedirəm Tövrat gətirmək. Gələnə görür ki, cəmat, qayıdıb gələndə görür cəmat artıq buzova səcdə edirlər. Buzova ibadət edirlər. Təsəvvür elə. Qövmə baxayım. 95-96-cı ayələrdə Allah bunu işarə edir. Deyir, Musa dedi. Kimə dedi? Samiriyə. Səni bu işə vadar edən nə idi, ey Samiri? O cavab verdi. Mən onların görmədiklərini gördüm. Görsən, mömin də deyir. Amma bir şeylər görüb. İmtihandır da, Allahın imtihanıdır. Mən o elçinin söhbəti ya Cəbraildən gedir, ya Cəbrail, təbii ki, Cəbraildən gedir, ya Cəbrailin ayağının altındakı torpaqdan söhbət gedir, ya da Cəbrailin mindiyi miniyin ayağının dəydiyi torpaqdan söhbət gedir. Mən o elçinin ləpirindən bir ovuc torpaq götürdüm və onu qızılların üstünə attım. Ayə də, nəfsim məni buna sövq etdi. Qızılların üstünə attım, qızıllar tərpənməyə hərəkətə başladı. Sonra o qızıllardan buzov düzəldir. 88-ci ayədə Allah buyurur, Samiri onlar üçün böyürən buzov heykəli düzəltdi. Böyürən buzov heykəli. O torpağın nəticəsində təbərrükə işarə deyə bu ayə. Qur'an-ı Kərimdə deyərlər təbərrük yoxdur, bu təbərrükə aid. Ya həmin o ayağı dəyən torpaqdan bu şeylər xaric oldu. Onu görürdü hara ayağı dəyir, o torpaq qaynayır, əməlli başlı hərəkət edir. Müfəssirlər nəql edir ki, Samiri Həzrəti Cəbraili insan şəklində görmüşdü, piyada yaxud cənnət miniyi üzərində idi. Ki, həmin an Cəbrail ilahi vəhiy Həzrəti Musa aleyhissalam üçün ilahi vəhiyi gətirmişdi. Ya Həzrəti Cəbrailin ayağının altından, ya da onun cənnət atının ayağından torpağı götürmüşdü Samiri. Sonra qırqızıl ləl-cəvahirət düzəltdiyi buzovun heykəlinə həmin torpaqdan tökdü, buzov hərəkət etməyə başladı, həmçinin də ondan böyürtü səslər çıxırdı. Və o da öz sözləri ilə cəmaatı azdırdı, beləliklə ona buzova ibadət eləməyə başladılar. Bunu görən Samiri təəccüb və heyrətə düşür, şeytan da ona vəsvəsələr eləyir. Təbii ki, öz iradəsinə yaxşı da o tökdüyü qızılların da pılını çıxartdı Musa Peyğəmbər gələnə qədər. O qədər nəzir niyaz verdilər buzova ki, buzov sizdən razı qalsın deyə gətirir. Nəhayət o qız nə qədər qızıl xərcləmişdisə, hamısını təzədən geri qazandı. Bu bir fürsətdir ki, insanlara vəsvəsə elədi və öz istəyinə çatdı. Bir salavat deyək Peyğəmbərə. Allahümmə səllə alə Muhammed və alim. Mövzumun bir hissəsinə inşallah diqqətinizi çəkmək istəyirəm. Bəni Abbasın baş tutmayan təlaşları. İmam Zaman Əcəlallah Fərəcan Şərif. Demək, ömrünün bir müddəti, nə qədər olması bilinməsə də, bir müddət Samirrada yaşadığı məlumdur. Həzrəti Höccət bir müddət Samirrada yaşayıb. Müəyyən şəxslər Samirrada onun hüzuruna şərəfyab olub, öz şəri vergilərin Həzrətə təslim edirdilər. Müəyyən bir miqdardır Seyyid Mir Heydər ağa. Bilmirik nə qədərdir. Çünki İmam Əleyhisselam naiblərinə baxırsan, onunla, yəni səfirlərinə baxırsan, onunla yola çıxanda deyirsən, məsələn, ola bilər bir müddət Bağdadda yaşayıb, ola bilər bir müddət, məsələn, filan yerdə yaşayıb. Çünki o səfirlərin yaşadı. Əlbəttə, bu nisbi fikirlərdir, nisbi. Amma məlumdur ki, ağa müəyyən bir müddət harada yaşayıb? Samirrada yaşayıb. Təbii ki, həmin günlər Əbbasi hökuməti İmam Zaman ağanı özü üçün təhlükə görürdü və onun şiələri ilə əlaqədə olduğundan qafil deyildilər. Bu səbəbdən imamın nümayəndələri də məxfilik yolu ilə özlərini maksimum həddə gizli saxlayırdılar ki, hökumətin imama qayıdacaq şərrindən amanda qalsınlar. Diqqətli olun. Hökuməti bir neçə dəfə Həzrəti tutub zindana atmaq cəhdləri edir. Xahiş edən qulaq asın. Qeybdə olan imamı tutmaq istəyirlər, qulaq asın. Onlar elə bilir ki, imam evin bir küncündədir də, padvalda gizlənib, nə bilim, Sərdabdadır, harda. Bunlar belə düşünür. Qulaq asın.
Sonra sual verəndə adi bir dindən sual versən cavab vermir. Niyə? Oturmurlar məclisdə. Ya məsələn otururlar, fikirləri başqa yerdə olur. Lakin bütün təlaşları nakam olaraq suya düşür. Bunun bir neçəsini mən sizə çatdıracağım indi. Əvvəlki söhbətlərimizdə möhtərəmlər demişdik ki, xanım Nərdisi bir müddət sorğu-suala çəkmək üçün saxlanmışdılar, düzdür? Bir müddət xanım onların zindanda qalmışdı, lakin heç bir şeyə nail ola bilməmişdilər. Və bir hadisə baş vermişdi, xanım nə olmuşdu? Onların əlindən qaçmışdı. Eşidirsən, həmin vaxtdan 19 il sonra paytaxt yenidən Bağdada köçürülür. 19 il sonra. İndi hadisələr cərəyan tapıb 19 ildən sonra yenə də ordu göndərirlər Samirraya ev axtarmağa ki, tapsınlar imamı. Paytaxt Bağdada köçürüldüyü zaman artıq xəlifə Mötəzid idi. Beləsin, Mötəzid hakimiyyətə gəldikdən sonra öz idarəçilik planının əvvəlini, ilkini, əslini, əsasını İmam Zaman ağanı tutub zindana salmaq qərar verir. Planının başını mı qoyur ki, mən tapacam onu. Tapıb onu zindana salacağım. Öz yalanlarından demək, istifadə edir müxtəlif şəkildə imamın adına pis-pis sözlər çıxardır. Diqqət edin. Sonra ən yaxın bildiklərindən o kəşfiyyat ordusu deyək də 3 nəfərə tapşırır ki, məxfi surətdə ayrı-ayrı şəkildə ordular düzəltsinlər, getsinlər hara? Samirraya. Demək 3 nəfər, üçü də biri digərindən xəbərsiz şəkildə irəliləməlidirlər Samirraya, imamın evinə, imam oradan tutub gətirməlidir. Bunların planı budur, qəsdi budur. Bu 3 nəfərə gedəcəkləri yer tam şəkildə izah edilir, diqqət edin. Hər biri də özü ilə bir dəstə hərbçi əskər aparır. Tapşırılmışdı, qapının kənarında qara dərili bir qul oturub, bu onların casusu olub çox güman. Evi tapdıqdan sonra bütün ev əhlinin başını kəsin. Orada olanlardan birinin adı Rəşiqdir və o hadisələri özü nəql edir indi. Sənədini də deyəcəyəm. Biz, deyir, Samirrada deyilən ünvana çatdıq, orada qara dərili bir xidmətçi var idi, əlində tikdiyi bir şey var idi. Ondan soruşduq, evdə kim var? O da evdə evin sahibi olar. Bunu deyə qətiyyən bizə etina eləmədi. Biz tapşırığa əsasən evi mühasirəyə aldıq və içəri daxil olduq. Evin içi tərtəmiz idi və ürəyə hüzur verən bir ab-havası var idi. Evin içi. Üzbəyüzümüzdə divar asılmış, demək divara asılmış gözəl bir pərdə var idi, sanki indi asılıb. Pərdəni bu dəqiqə asılırlar. Yenə deyirəm, təqribən imamın çəkilməsinə biri 20-25 il keçib. Sanki ona heç toxunulmayıb, sanki otaqda heç kim olmayıb. Pərdəni yuxarı qaldırdıq və çöldə gördüklərimiz bizi təəccübə qərq elədi. Bayırda bir dərya var idi. Dəryanın üzərində bir həsir və həsirin üzərində sanki ruzigarın ən yaxşı insanı əyləşmişdi və ibadət eləyirdi. O elə ibadət eləyirdi ki, bizə qətiyyən etina eləmirdi. O 3 nəfərdən biri Əhməd ibn Abdullah istədi həmin mənzilə daxil olsun, lakin suda batdı. Pərdəni çəkdik, dəryadır. İstədi geçsin, tutsun, batdı suda. Çox qorxdu və həyəcan keçirdi. Əlimi uzadıb onu sudan çıxartdım. Lakin qorxudan huşunu itirdi və 1 saata qədər bu şəkildə qaldı. O 3 nəfərdən üçüncüsü də bu işi etdi. Həmin bəla onun başına gəldi. Yəni onun da başına gəldi. Heyrət və təəccüb içində donub qaldım və ev sahibinə dedim. Al, yəni o kişiyə də, yəni həsirin üstündə oturana, dəryanın üstündə. Deyib dedim ona, Allahdan və sizdən üzr istəyirəm. And olsun Allaha, bilmirəm nə xəbərdir. Sadəcə tapşırığa əməl edib durub bura gəlmişəm. Bir də heç vaxt bu evə gəlməyəcəm. Tövbə edirəm, vallaha pənah aparıram. Həmən o dəryada həsirin üstündə oturana dedim. Mən bu sözləri deyəndə bir an belə mənə etina eləmədi və ibadətindən yayınmadı. Biz də peşiman olub geri qayıtdıq. Mötəzid bizi gözləyirdi. Elə bir halda gözləyirdi ki, keşikçilərə tapşırmışdı. Bizi görən kimi saraya salsın. Gecə vaxtı onun yanına getdik. Baş vermiş hadisəni bizdən soruşdu. Biz də onları ona çatdırdıq. Bilirsiniz necə? Nəzəri şəkildə məlumatları var idi ki, bu adamdır ki, yer üzündə bütün zalim səltənətləri məhv edib aradan qaldıracaq. Ondan qorxurdu. Ki, gələr, məhv eləyər məni. Ona görə imamı tutub öldürmək istəyirdi. Soruşdu məndən, demək, gecə vaxtı onun yanına getdik, baş vermiş hadisəni bizdən soruşdu, biz də onları ona çatdırdıq. Soruşdu, məndən başqa bir kimsə ilə görüşmüsünüz, bu hadisəni məndən başqasına demişsiniz, dedik, xeyr.
Dedi, əgər bu hadisəni kiməsə danışsaz, əgər sizin boynunuzu vurmasam, haramzadəyəm. Usta haramzadə idi. O sağ olana qədər, Rəşid deyir, o sağ olana qədər bunu danışmağa cürət edə bilmədik. Qeybət-i Tusi səhifə 149. Bu hadisədən, baxın, belə başa düşülür ki, evdə olan şəxs elə Həzrət Höccət Əcəl Allah Teala Fələcalı şərif imiş. Ev gecə-gündüz nəzarət altında olub və qara dərli şəxsin evə girib çıxandan xəbəri var imiş. Çünki bu üç nəfəri görməmişdən qabaq göstəriş verir ki, Samirəyə tərəf hərəkət eləsinlər. Diqqət edin, evin nişanələrini də onlara başa salır. Evin qarşısında kimin olacağını da deyir və göstəriş verir ki, evə hücum etsinlər. Kimi tapsalar öldürsünlər. İndi ev tamamilə xalis boş olsaydı, heç giriş-çıxış olmasaydı, üstündən də 19 il keçib, kimi adam göndərər, gedin orada araşdırma aparın, orada evdəkini tapın, tutun. Demək, Həzrət Höccət müəyyən bir müddət, rəbayətlərdən də bu çıxır ki, o evdə yaşayıb müəyyən bir müddət. Mötəzid kimi öldürəcəklərini də bunlara demir. Demir kimi öldürəcəksiniz. İstəyir ki, bu üç nəfər cəhalət qaranlığında olsunlar və kimi öldürəcəklərini də bilməsinlər. Yorulmayın ha. Mən saata baxıram, çox danışmamışam onsuz da. Ki, bilməsinlər, niyə o şəxs üçün qətl hökmü verilib, sadir edilib, o şəxsin günahı nədir? Çox aydın bir şeydir ki, İmam ağamız möcüzə vasitəsilə o fərdlərin şərrini dəf edir. Mötəzid görür, onun təlaşları bir fayda vermir, qərarı alır, daha böyük və geniş şəkildə addımlar atsın. İndi bunu da çatdırım sizə. Rəşid deyir, mən ikinci dəfə hazırlanan tədbirə iştirak etdim. Tədbirdə iştirak edim. Təzədən bir dənə də yenə plan cızırlar, Kərbəlayı Muhammed ki, İmam Əleyhisselatü Vesselam'ı tutsunlar. Əbbasilər böyük bir ordu hazırlayırlar. İçəri mənzilə daxil olduqda evin sərdabından Quran oxuyan bir şəxsin sədasını eşidirlər. Sərdabdan Quran səsi gəlir. Bütün əskərlər sərdabın qapısı tərəfə yığışırlar ki, onu tutmaq üçün hissə içəri daxil olsunlar. Nə boyda bir ordu, indi nə qədər hissəsi daxil olacaq ki, sərdaba imamı tutmaq üçün. Amma səsini eşidirlər. Ki, elə imamın səsidir, ha, həqiqətən də. İmam sərdabın yolundan, hansı ki, əskərlər ora daxil olmuşdular, İmam elə həmin yolundan, əskərlərin arasından keçir, çıxır, gedir. Onlarla üzbəüz gələ-gələ, onlar daxil olarlar, imam çıxır onların arasından gedir. Qaib olur və gözdən qaib olur. Ordunun əmiri göstəriş verir ki, düşün aşağı və onu tutun. Bunlar deyirlər ki, məgər indi o bizim yanımızdan keçmədi mi? Bunlar görür, ordunun başçısı görür. Cəmaat bilmir nə üçün gəlir, əskərlər bilmir nə üçün gəlir. Amma ordu başçısı bilir. Başçı deyir, mən onu görmədim, siz onu görmüşdünüzsə, niyə onu yaxalamadınız, niyə tutmadınız? Əskərlər cavab verir ki, biz düşündük ki, sən onu görürsən və özün bilə-bilə heç bir göstəriş vermirsən. Bihar olan var, cild 52, səhifə 52-53. Bax, belə səccəkər adamın qabağını Allah təbarəkə və teala xüsusən öz höccətini aralarından keçər, gedər, heç kim də görməz. İndi siz diqqət edin buna ki, nə qədər qorxaq olublar və bir nəfəri tutmaq üçün ordu ilə Samirəyə imamın evinə gəlirlər, ordu ilə. Ordunun başçısı gözləyir ki, hamı evə toplaşa bilsin, lakin imam sərdabdan çıxır və ordunun gözünün qarşısında olanın arasından çıxır, gedir, gözlərdən qayb olur. Allah istəyir imam düşmənlərinin alnına bir ləkə vursun ki, heç vaxt silinməsin. Şimdi ben bu boyda ordu ilə getdiniz, heç yenə bilməz, bir nəfər. Allah qoruyan kim bu başına oynayacaq bilər? Allah birinə kömək eləsə, kim onu məğlub edə bilər? Allahın qoruduğu şəxsə bütün güclər qarşı gəlsə belə, nə olacaq axırda? Məğlub olacaq. Allah başçı ilə imamın arasından bir dənə sədd çəkir, Həzrət onun qarşısından keçir. Lakin bu qədər cəmaat, bu qədər əskər, heç biri Həzrəti Hüccəti, Həzrət İmam Mehdi sahibə zaman Əcəlallah Teala Fərəcəhu şərifi görmürlər. Bax, İmam Əleyhisselatü Vesselam o gündən artıq məlum olan bu qədərindədir. Əlbəttə, nisbi fikirlərlə İmam Samirəni tərk edir və digər müxtəlif məntəqə və bölgələrdə artıq yaşamağa davam edir. Hər yerdədir inşallah. Hər yerə nəzəri var Allahın lütfu ilə. Allah onun sayəsinin, kölgəsini bizim başımızın üstündən əskik eləməsin. Bugünkü söhbətimizin mövzusu və motivi fəqət və fəqət bundan ibarət idi ki, İmam Əleyhisselam xalqın içində necə qeybə çəkildi?
gözlərdən necə pünhan oldu və bunu da izah elədim ki, Allahın o qeyb pərdələri ilə, sədd çəkmələri ilə o xalqın arasındadır. Ya Peyğəmbərin sədd çəkməsi kimi insanların arasında gəzir, heç kim onu görmür, ya da insanların arasındadır ki, xalq onu görür, tanımır. Bütün hallarda ikisi də ola bilər, dəyişkən ola bilər. Bir dəfə belə olar, bir dəfə belə olar. Bu hər ikisi sabitdir. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Allahumma kun li veliyyikel Hüccet ibnil Hasan. Salavatuka aleyhi və ala abaihi fi hadihi saati və fi kulli sa'a. Veliyyen və hafiden və qaiden və nasiran və delilen və aynan. حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخيره اللهم صل على محمد وآل محمد